Göyçay Çay İsmayıllı magistral beton kanalda 1000 metr məsafədə təmir işləri görülüb və Girdiman Çay Suvarma kanalının Gəraybəyli kəndi ərazisində diametri 720 mm olan dəmir borunun 19 metr hissəsi təmir olunub. Kanalda su qəbul edici qurğunun üzərində yerləşən hidrotexniki qurğularda və tullantı su qəbul edici qurğuda təmir işləri həyata keçirilib. İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı İdarəsi hal-hazırda kanalların lildən və kol-kosdan təmizlənməsini davam elətdirir. İşlərimiz gedir. Bu vaxta kimi 105 kilometrdən yuxarı kanallarımız lildən və kol-kosdan təmizlənmişdir. Sahələrimizdə əkin səpini gedir. Nasos stansiyalarında cari təmirlər gedir. 26 hidrotexnik qurğumuz cari təmir olunub. Hidrometrik postlarımız təmir olunub. Gələcək suvarma mövsümünə hazırlıq işləri davam edir. Rayonda axan dağ çaylarında mühafizə tədbirlərinə başlanılıb. Rayonun müxtəlif ərazilərindən keçən suvarma kanallarında lildən təmizləmə işləri yerinə yetirilir. İsmayıllı rayonunda yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə etmək məqsədi ilə rayon ərazisindən axan dağ çaylarında qabaqlayıcı tədbirlər görülür. Çay məcraları ağır texnikalar vasitəsilə təmizlənir. Çayların sağ və sol sahillərində daş beton bəndlər inşa edilir. Meşələrin mühafizəsi üçün çaylarda sahil mühafizə bəndləri vurulur. Talıstan çayda 580 kub metr daş beton işi görülüb. Hal-hazırda Baskal kəndində 170 kub metr beton işi görülür və iş davam edir. Qeyd edək ki, İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı İdarəsi rayonda əkin sahələrinin suvarma suyu ilə təminatı və çaylarda sel sularından mühafizə işləri ilə bərabər rayonda yaşayan əhalinin fasiləsiz olaraq keyfiyyətli içməli su ilə təminatını da həyata keçirir. İdarə 10.786 aktiv əhali abonentinə xidmət göstərir. İlin əvvəlindən 78 abonentin mənzilinə yeni su sayğacı quraşdırılıb və 105 ədəd sayğacda nasazlıq olduğu üçün dəyişdirilib. Texniki şərt əsasında 62 abonentin torpaq sahəsinə su və kanalizasiya xətti çəkilib. Bundan başqa İsmayıllı rayonunun Xanagah kəndində magistral su xəttində 355 mm-lik borularda, şəbəkə və məhəllə daxili su xətlərində baş verən 301, kanalizasiya xətlərində isə 99 qəza aradan qaldırılıb.